Ən dözümlü 5 iPhone modeli. Bu sıralama 2 illik istifadədə ən az ustada olan telefonlara görə qurulub. Amma illər keçdikcə telefonlar köhnəldiyi üçün təmir ehtiyacı arta bilər. Yəni ki, bu siyahı dəyişə bilər. Getdik. 5. iPhone 8 Plus. Telefon təzə çıxan vaxt təmir ehtiyacı cəmi 8-10% arası idi. Telefon 8 illik idi, yəni çox qocalıb. Ona görə də təmir ehtiyacı indi daha çoxdur. 4. iPhone XR. Təmir ehtiyacı cəmi 7-9% arası idi. Ən çox təmir olunan hissəsi köhnəldiyinə görə batareyası və zəif olduğuna görə ekranı idi. 3. iPhone 11. Təmir statistikası 6-8% arasıdır. Köhnəlməyə başlasa da hələ də iOS güncəlləməsi alır. Ona görə də stabil işləyir. Bunda da ən çox təmir olunan hissəsi batareya və ekrandır. 2. iPhone SE 2022. Təmir ehtimalı cəmi 6-8% arasıdır. Ən çox şikayətlər batareyasından gəlir. Bu model də iPhone-un stabil modellərindən biridir. Və 1. iPhone 13 seriyası. Bu telefona hərdən daş döyən deyirlər. Təmir ehtiyacı cəmi 5-7% arasıdır. Optimallaşdırılmış batareyası var və bu da daha uzun ömürlü gedir. Bu telefon hələ bir neçə ildə yeniləmə alacaq. Telefonun kamerası və özü kifayət qədər dözümlü və yaxşıdır. Hal-hazırda olan ən güclü oyunları belə rahatlıqla açır. Bu telefon hələ də bir çoxlarının əvəz edilməzidir. Bəs sizdə hansı telefondur? iPhone-dur? Şərhlərdə qeyd edin.